Salam əzizlərim, necəsiz? İnşallah ki, yaxşısınız. İnformatika dərslərinə çoxsaylı hissələrə əsasən test toplusu ilə davam edirik. İlk bölməmiz olan informasiya prosesləri və informasiya təhlükəsizliyi bölməsindən başlayırıq. Kanalımda bir çox informatika aid videolar paylaşıram. Həm sınaqlar, həm test toplusu izahları artıq başlayır. Əlavədən mövzuların izahları və s. informatika haqqında videolar paylaşılır. İzləməyə alın mütləq, kanala abunə olun və abunə olduqdan sonra da bildirim zilini mütləq açın ki, yeni video yüklənən kimi anında xəbərdar ola bilərsiniz. Bir də əzizlərim, 1 dəqiqə vaxtınızı alacağım test toplusuna keçməmişdən öncə. Mənim yay dərslərim var. Yay dərslərim belə davam edir ki, siz iyun ayında əgər qoşulsaz, iyun ayının sonuna qədər baş tutacaq dərsdə heç bir ödəniş ödəməyəcəksiniz. Ödənişi bir tək avqust ayından ödəməyə başlayacaqsınız. Orada da endirimli qiymət olacaq. Qiymətlər isə çox münasibdir. Bilirsiniz, bir çox hazırlıqlarda qiymətlər 40, 50, 60 manat civarı dəyişir. Ancaq mənim dərslərimdə belədir ki, siz dərslərə qoşulduğunuz halda, yay dərslərinə qoşulduğunuz halda iyun, iyul və avqust ayında qeydiyyatdan keçsəz, bu 3 ayın hər hansısa birindən qeydiyyatdan keçdiyiniz halda, məsələn 11-ci sinifsinizsə, normalda 35 AZN-dir mənim dərslərim, 25 AZN il sonuna qədər 180-dan faydalanacaqsınız. Əgər 10-cu sinifsinizsə, normalda 30 AZN-dir ki, bu zaman 20 AZN ödəyəcəksiniz. Digər 8-9-cu siniflər də 8, 9, 10 və 11-ci siniflər ümumilikdə dərslərimə qoşula bilərlər. Dərslərə qoşulmaq üçün aşağıdakı WhatsApp nömrəsi 055 821 0974 əlaqə saxlaya bilərsiniz və əlaqə saxlayan deyin ki, yay dərslərinə qoşulmaq istəyirik müəllim. Fərqi yoxdur, iyun ayında da müraciət edə bilərsiniz. Artıq iyun ayı bitmək üzrədir, bilirsiniz. İyul ayında da müraciət edə bilərsiniz, avqust ayında da müraciət edə bilərsiniz. Bu 3 ayın hər hansısa birində müraciət etsəz, artıq yay dərsləri adından qoşulacaqsınız və beləliklə sizə il sonuna qədər güzəşt təyin olunacaq. Və qəbulda da əgər dediklərimi edən tələbə, edən abituriyent, və ya şagird mütləq ki, qəbulda da çox gözəl nəticə əldə edəcək. Sadəcə tapşırıqlarıma qulaq asıb, bir balaca məsuliyyətli olsanız yetərlidir. İndi başlayaq test toplusuna əzizlərim. Birinci sualdan başlamaq istəyirəm. Birinci sualda bizdən nə istəyir? Deyir ki, verilmiş işarə nəyi ifadə edir? Ümumiyyətlə, əzizlərim, bu copyright-ın işarəsidir. Copyright ingiliscə copyright deyilir. Azərbaycanca müəlliflik hüququ. Türkcə isə təlif haqqı deyilir. Bəlkə də eşitmisiniz. Məsələn, YouTube kanallarına daxil olursunuz. YouTube videoların özündə belə bir açıqlama hissəsi olur. Açıqlama hissəsinə girdikdə, videonun aşağı hissəsində var ki, daxil olduqda bəzən orada olan bir musiqi həmin yerdə sənətçinin adı, mahnının adı qeyd olunur. Və bəzi parametrlər də qeyd olunur. Məsələn, mahnı neçənci ildə yayımlanıb və s. Bunun haqqında məlumatlar əks olunur. Bu təlif haqqına girir artıq. Yəni müəlliflik hüququna girir əzizlərim. Əgər sənətçi bir başqasının mahnısını və ya bir başqasının proqramını deyək, bu mahnı da ola bilər, proqram da deyək və s. ola bilər. Məsələn, siz qurmusunuz, yaratmısınız, bir mahnı olsun, bir layihə olsun. Mən sizin layihənizi götürüb öz proyektində istifadə edirəm. Nəticədə mən sizin müəlliflik haqqınızı pozmuş oluram. Nəticədə mənim qazancımın hamısını sizə gedəcək qanuni olaraq. Bu müəlliflik hüququndan keçir əzizlərim. Bunun üçün icazələr falan alınmalıdır. Və bu da dediyimiz kimi copyright-ın işarəsidir. Yəni müəlliflik hüququ cavabımız C variantıdır. Çalışıram ki, hər bir sualda detallı izahlar verim ki, uşaqlar sadəcə əzbər qalmasın, həm də dünya görüşləri artsın. İkinci sual. Ziyanverici proqramların kompüterə daxil olması nəticəsində nə baş vermir? Əzizlərim, ziyanverici proqram deyəndə avtomatik olaraq bizim yadımıza viruslar düşməlidir. Ziyanverici proqram viruslardır. Yəni bizə ziyan verəcək, aparat təminatımıza, sistemimizə ziyan verəcək proqramlar toplusu. Öncələ baxırıq, nə kimi ziyan verici proqram bizə kompüterimizə daxil olanda nə baş verməyə bilər. Bunun üzərinə onca xətt çəkmək lazımdır. İndi variantlara baxaq, çıxışlarımızı edəcəklər. A variantı.
Kompüterin işləməsində ləngimələr. Bəli, əzizlərim, kompüterin işləməsində ləngimələr baş verəcək. Bu elədir ki, var. Əgər kompüter virusu sizin kompüterinizə yoxladığınız halda burada ləngimələr olacaq. Ona görə A variantını avtomatik olaraq kənarlaşdırır. Çünki baş verər. B variantı. Kompüter öz-özünə yanıb sönər. Bəli, kompüter yenə öz-özünə yanıb sönə bilər. Asılmalar deyilir. Kompüterin asılması ola bilər. B variantını kənarlaşdırırıq. İndi baxaq C variantına. Kompüter fiziki olaraq sıradan çıxması. Xeyr, kompüter fiziki olaraq sıradan çıxa bilməz. Çünki fiziki olaraq sıradan çıxma nə deməkdir? Kompüterin yanması, partlayışı və s. bu kimi hallardır. Yəni fiziki təhlükələr. Bu da kompüter virusunun nəticəsində baş verə bilmir. Ona görə bu hal əsasən hardverdə olan, məsələn, bir batareyada olan bir problem olsun və ya başqa bir problemlər olsun ki, onlar buna səbəb yarada bilər. Ona görə cavabımız C variantıdır, baş vermir. D variantı proqramlar və reklamlar monitorda özünə əks olunur. Bəli, bu da ola bilər. Çünki elə viruslar var ki, özü ilə bərabər reklamlar gətirir və ya adi məsələn bir PDF faylını açanda belə ekranda 3-5 dənə reklamın birdən-birə əks olunduğunu da müşahidə edə bilərik. D variantını ona görə kənarlaşdırırıq. Y variantı istifadəçidən xəbirsiz fayllar silinə bilər. Bəli, ümumiyyətlə fayllar silinə bilər. Yadınızda saxlayın. Kompüter virusu yoluxan zaman fayllar silinə bilər, fayllar yerini dəyişə bilər, proqram və reklamlar əks oluna bilər, kompüter özünə yanıb sönə bilər, kompüterin işləməsində ləngimələr ola bilər, proqramlar asılıb qalar. Asılıb qalmaq, o deyir ya, telefon dondu. Telefon donur. Məsələn, virus düşən telefonlarda da olur, kompüterlərdə, planşetlərdə də olur. Belə şu an oxun görürsünüz də hazırda ekranında bu şəkildə. Burada bir göy yumru əks olunur. O sadəcə dönür. Dönür, dolaşır və proqram özünə asılıb qalır. Heç nə edə bilmirsiniz. Bu da virusun əlamətlərindən biri ola bilər. 3. Antivirus proqramlarının növünə aid deyil. Baxın əzizlər, antivirusun proqramlarının növləri var idi. Bunlar hansılar idi? Detektorlar, vaksinlər, müfəttişlər, sürgəclər, doktor müfəttişlər. Aman casuslar deyə olmayacaq. Cavab olur Y variantı. Keçək 4-cü suala. İnsanın qəbul etdiyi informasiya forması hansıdır? Ümumiyyətlə bunu belə başa salım sizə, sonra keçid edək bura. Sizə danışaq 2 dənə prosesdən. Bir var ARK prosesi, bir də var RAK prosesi. ARK prosesi, yəni analog rəqəmsal konverter. Bir də RAK prosesi isə rəqəmsal analog konverter deməkdir. Bunların arasında nə kimi fərq var? Ümumiyyətlə bilənlər bilir, konverter çevirmək mənasına gəlir. Yəni ARK dediyimiz halda analogdan rəqəmsala çevirmək deməkdir. Rəqəmsal analog konverter dediyimiz halda isə rəqəmsaldan analoqa çevirmək deməkdir. Məsələn, normal həyatda olan bir misaldan başlayaq ki, daha yaxşı başa düşəsiniz. Bu olun məsələn siz, bu da olsun sizin Moskvada olan bir dostunuz. Məsələn deyək, siz Moskvada olan dostunuzla WhatsApp vasitəsilə görüntülü danışırsınız hazırda. Və sizin danışdığınız sözləri o necə eşidir? Heç düşünürsünüz? Siz burada telefonu qoyursunuz qarşınıza, WhatsApp-da görüntülü açırsınız və hazırda danışdığınız halda o sizi eşidir. Siz də onu eşidirsiniz və bu proses necə baş verir? Bu proses birbaşa olaraq ARK və RAK proseslərinin birləşməsi ilə olur. Məsələn, bu olsun sizin telefonunuz. Baxın əzizlərim, bu sizin olsun mobil telefonunuz. Bu da olsun sizin Moskvada yaşayan dostunuzun mobil telefonu. İndi belə edək. Rəsim bəzi rənglərlə işarəliyim ki, daha yaxşı yadınızda qalsın. Baxın, siz danışdığınız halda normalda insanların qəbul etdiyi informasiya analog informasiyadır. Analog tərzdə olur. Siz analog tərzdə danışırsınız. İndi bunu öncəliklə öz telefonunuza, bu informasiyanı öz əlinizdə olan telefona çatdırmalısınız ki, o da telefondan telefona məlumatı ötürsün. Əlinizdə olan telefona bunu çatdıranda siz analoqda danışırsınız. Nəticədə sizin danışdığınız, məsələn, mikrofon vasitəsilə. Mikrofon nədir? Səs yazandır. Düzdürmü əzizlər? Mikrofon səsinizi yazır. Və mikrofon vasitəsilə sizin səsiniz telefona daxil olur. Telefon rəqəmsal informasiya. Telefon deyək burada, kompüter deyək, planşet deyək, fərqi yoxdur. Bütün texnoloji cihazlardan söhbət gedir.
Telefon yəni burada bir misaldır. Rəqəmsal informasiya ilə çalışır həmin cihazlar. Rəqəmsal informasiya isə ikilik kodlardır. Baxın əzizlərim, rəqəmsal informasiya birdən və sıfırlardan təşkil olunmuş informasiyadır ki, kompüterin başa düşdüyü dildir. Yəni binary digit. Gələn dərsdə danışacağıq bunun haqqında say sistemləri bölümündə. İkilik say sisteminə keçir bu. Həmin danışdığımız informasiya analoq informasiyadan rəqəmsala keçid etməlidir. Yəni siz danışırsınızsa telefonunuz bunu analoq rəqəmsal konverter prosesini yerinə yetirərək telefonun başa düşəcəyi dilə gətirib çatdıracaq. Sonra məlumat gəldi telefona. Telefona gəldisə, buna yazım analoq, yəni sizin danışdığınız. Gəlir nəyə? Rəqəmsala. Rəqəmsala gəldi əzizlərim. Növbəti mərhələdə indi sizin məlumatınız artıq telefondadır. Nə olmalıdır? Telefondan, yəni sizin telefonunuzdan Moskvada olan dostunuzun telefonuna məlumat ötürülməlidir. Hansı xətt üzərinə ötürülməlidir? Simsiz rabitə kanalı vasitəsilə ötürülməlidir. Baxın, bu yol olacaq rabitə kanalı. Rabitə kanalı üzərində də yazıram. Rabitə kanalı bu şəkildə. Yadınızda saxlayın. Rabitə kanalları ümumiyyətlə ola bilər simli və simsiz. Məsələn, adi formada USB-nin USB yoxdur, Type-C. Onu siz kompüterinizin portuna daxil edirsiniz, qoşursunuz telefonunuza. Nə olur bu? Rabitə kanalı olur. Nəticədə orada olan informasiya telefona, telefonda olan informasiya kompüterə əlaqələndirilir. Bu rabitə kanalıdır. Siz rəqəmsal informasiyanı rəqəmsala doğru ötürürsünüz bu şəkildə. Sizin telefonunuzdan məlumat gedir hara? Dostunuzun telefonuna. Nəticədə rəqəmsaldan rəqəmsala da informasiya transferi həyata keçirilir bu şəkildə. Verilənlər datalar gedir sizin telefonunuzdan dostunuzun telefonu. Rabitə kanalı boyunca. Burada təbii ki, simsiz bir əlaqədir. Çünki bildiyiniz kimi məlumatınız var böyük ehtimal ki, telefon xəttləri simsiz əlaqə saxlayır özündə. İndi gəldi rəqəmsal əzizlərim. Ancaq dostunuzun hazırda informasiya telefonunda da hazırda. Dostunuz bunu başa düşməlidir axı. Siz buradan salam dediniz. Salam gəldi sizin başa düşdüyünüz analoq dildən çevrildi rəqəmsala, ikilik kodlara. Rəqəmsaldan da gəldi sizin telefonunuzdan dostunuzun telefonuna. İndi siz bunu başa düşməlisiniz. Daha doğrusu dostunuz bunu başa düşməlidir ki, siz orada salam demişsiniz. Nəticədə bu hər hansısa bir cihaz ola bilər, hardware qurğusu ola bilər. Tək ki, rəqəmsaldan analoqa çevirsin. Yəni RAK prosesini yerinə yetirsin. Burada işin içərisinə daxil olur RAK prosesi. Yəni ola bilər səs ucaldan ola bilər qulaqçıq ola bilər, naşniklər ola bilər, fərqi yoxdur. Dostunuz bu şəkildə eşidəcək, telefonda olan səsləri eşitməyə başlayacaq. Yəni sizin danışığınızı eşidəcək. Nəticədə rəqəmsal informasiya, yəni telefonda olan informasiya sizin dostunuzun başa düşəcəyi dilə, yəni analoq informasiyaya çevrilir. Burada isə işin içərisinə daxil olur RAK, yəni rəqəmsal analoq konverter prosesi. Baxın, bu şəkildədir. Analoq deyəndə bizim öz aramızda daxil etdiyimiz ünsiyyətdir. Rəqəmsal deyəndə isə kompüterlərin başa düşdüyü dildir. ARK və RAK prosesləri isə nədir? Dedik ki, həmin bizimlə cihaz arasında, cihazla bizim arasında olan çevirmə proseslərinə deyilir. Bu qədər sadədir əzizlərim. Hər hansısa bir sualınız da varsa bu proses haqqında mütləq ki, şərh bölməsində bildirməyi unutmayın. İndi 4-cü suala qayıdaq. İnsanın qəbul etdiyi informasiya forması hansıdır? Təbii ki, analoq informasiyadır. Keçid edirik 5-ci suala. İnformasiya ötürülməsi prosesində aşağıdakılardan hansı rabitə kanalı kimi istifadə oluna bilər? Rabitə kanalı nədir? İnformasiyanı bir nöqtədən başqa bir nöqtəyə daşıyır. Baxın, budur. Bu A nöqtəsi olsun, birinci nöqtə, yəni sizin telefonunuz, dostunuzun telefonunuzun B nöqtəsi. Nəticədə A nöqtəsində olan informasiya B nöqtəsinə daşınmalıdır. Rabitə kanalı üzrə bu aparılacaq. Hansı rabitə kanalı kimi ola bilər? Təbii ki, nitq ola bilər əzizlərim. Niyə nitq ola bilər? Məsələn, belə xəyal edin. Sizinlə mən üz-üzə söhbət edirik hazırda. Üz-üzə söhbət ediriksə biz nitq vasitəsilə söhbət etmiş oluruq. Bir dialoq qururuq. Amma müəllimdir, tələbələrdir, auditoriyadır. Bunların heç biri rabitə kanalı ola bilməz. Bunlar bir mənbədir. Müəllim bir mənbədir. Müəllim necə axı informasiyanı götürəcək, gətirəcək sizə əli ilə gətirib verəcək ki, al bu informasiya və ya tələbə, auditoriya. Bunlar tamamilə məntiqsizdir.
İnformasiyanın heç özü də rabitə kanalı ola bilməz. Çünki informasiyanın özü zaten informasiya da bu rabitə kanalı kimi istifadə oluna bilmir. Cavab olur A variantı. 6-cı suala diqqət edək. İnformasiyanın xassələrini seçin. İnformasiyanın nə kimi xassələri var? Baxaq variantlara. Deməli, diskretlik, xeyr, alqoritmi xassəsidir. Nəticəli alqoritmi xassəsidir. Biri olacaq obyektivlik, bəli. Sonra digər variant hansı ola bilər? Müəyyənlik alqoritmdir, aktuallıq olmayacaq. Daha doğrusu bir dəqiqə aktuallıq olacaq. Aktuallıq olacaq, üzr istəyirəm. 6 isə kütləvilik də olmur. Cavab olacaq A variantı. Ümid edirəm ki, xassələri yaxşı öyrənirsiniz. Xassələrə mütləq fikir verin. Testlərdə bu kimi çaşdırıcı suallar düşür. Alqoritmi xassələrlə informasiya xassələri arasında fərqləri soruşur. Ya deyir hansı informasiya xassəsidir, hansı alqoritmi xassəsidir. Bunlara fikir verməlisiniz. 7-ci proses, sual, daha doğrusu proses sözü o qədər ağzımda qalıb ki, bəzən səhvlə də olsa deyirəm. Hansı şifrələmə metodunda həm şifrələmədə, həm də deşifrələmədə eyni açardan istifadə olunur? Baxın, gəlin bunu belə izah edim sizə. Burada bir dənə yer atım. İndi gəlin burada göstərək. Deyək ki, bu plain text yazılan yeri siz olun. Bu birinci hissə olun siz, bura izləyin. Digər hissə olsun. Sizin Moskvada olan dostunuz, məsələn deyək. Siz burada əgər simmetrik şifrələmə vasitəsilə Moskvada olan dostunuza informasiya ötürürsünüzsə, bir açardan istifadə etmiş olacaqsınız. Həmin bu bir açar həm şifrələyəcək, həm də deşifrələyəcək. Yəni şifrələməyə kodlaşdırma deyilir. Yəni şifrələmə nə deməkdir? Kodlaşdırırıq, şifrə qoyuruq. Deşifrələmə biraz absurd qaçır. Onun yerinə dekodlaşdırma istifadə olunur. Dekodlaşdırma prosesi adlanır. Yəni məsələn belə deyək. Şifrələmə nədir? Deyək ki, siz dostunuza ana sözünü ötürmək istəyirsiniz. Məsələn deyək. Ana sözün nəticədə nə olacaq? A hərfini məsələn B hərfi ilə işarələdiniz. N hərfini N-dən sonra deyəsən M gəlməlidir. M. A hərfini də yenə B hərfi ilə işarələdiniz. Nəticədə bunu BMB kimi dostunuza ötürdünüz. Bu şifrələnir. Yəni kodlaşır. Dostunuz bunu oxumaq üçün bu BMB sözünü siz axı hər dəfə bir hərf, növbəti hərflə şifrələmisiniz. A hərfindən sonra B gəlir, B ilə şifrələmisiniz. N-dən sonra M gəlir, M ilə şifrələmisiniz. Yəni A-dan sonra B gəlir, B ilə şifrələmisiniz. Dostunuz bunu dekodlaşdırmalı, yəni prosesi tərsinə, əksinə həyata keçirməlidir. Nəticədə buna deyirik şifrələmə, yəni kodlaşdırma və dekodlaşdırma prosesləri. Simmetrik şifrələmədə sadəcə bir açardan istifadə olunur. Həm şifrələyən şəxs eyni açarla şifrələyir, yəni kodlaşdırır. Həm də dekodlaşdıran şəxs də eyni açarla dekodlaşdırır. Bəs digər şifrələmə üsulumuz nədir? Digər şifrələmə üsulumuz isə olacaq daha doğrusu asimetrik şifrələmədir. Asimetrik şifrələmədir. Asimetrik şifrələmədə isə 2 dənə açardan istifadə olunur. Yəni bir cüt açar olur. Eyni şəkildə siz olun bu birinci plain text, ikinci plain text olsun dostunuz. Siz məlumatı ötürmək istəyirsiniz dostunuza. Dostunuza məlumat ötürəndə bir açar sizdə olur, bir açar isə onda olur. Nəticədə siz sarı açarla əgər kodlaşdırırsınızsa, kodlaşdırmaq üçün mavi açar lazımdır. Desəz ki, yox, mən elə mavi açarla həm kodlaşdırıram, həm də kodlaşdırıram. Bu olmayacaq əzizlərim. Bu artıq baş tutmur. Bu da bu şəkildə. Bəs niyə şifrələmədən istifadə olunur? Çünki məlumatlar bilirik ki, artıq müasir dövrdür, məlumatlar təhlükəyə düşür. Bu kimi məsələlər baş verə bilir. Ona görə istifadə olunur ki, zərurət yaranıb ki, şifrələmə istifadə olunsun. Ümumiyyətlə, şifrələmə ta indi deyil, qədimdən bəri, məsələn, tezar şifrələmədən bəri istifadə olunur. İnsanlar məlumatların informasiyasını gizli saxlamağa çalışıblar. Burada deyir 7-ci sualda hansı şifrələmə metodunda həm şifrələmədə, həm də şifrələmədə eyni açardan istifadə olunur? Bu təbii ki, olacaq simmetrik şifrələmə. Yadınızda saxlayın. 8-ci sual. Biometrik informasiya əsaslanan mühafizə sistemlərinə aid deyil. Biometrik informasiya nədir? Bunu belə yadınızda saxlayın. Adi telefonunuzda qorunma üçün nə qoyursunuz ekran üçün? Parol qoya bilərsiniz. Sonra
üz tanıma qoya bilərsiniz. Gözün yüksəklik qişasına görə tanıma ola bilər, ovuza görə tanıma ola bilər. Amma burada pin koda görə tanıma olmayacaq. D variantı yanlışdır. Səs də ola bilər, bəli. Səslərlə istifadə eləyirlər biometrik mühafizə sistemlərində. 9-cu sual. Hansı məlumatdakı informasiya obyektiv deyildir? Obyektiv informasiya nədir? Hər kəs tərəfindən başa düşülən informasiyadır. Məsələn, klaviatura. Klaviatura bilirik də, kompüterdə yazı yazmaq üçün istifadə etdiyimiz hardware qurğusudur. Və bu hər kəs tərəfindən artıq başa düşülür. Kimsə klaviatura deyəndə, məsələn, biz klaviatura deyəndə hər hansı bir insan bunu bir geyim kimi təsəvvür eləmir ki, klaviatura geyimdir axı. Elə bir söz işlətmir. Deməli, hər kəs bunu yazı yazmaq üçün başa düşür. Bu olacaq obyektiv informasiya. Yəni, hər kəs tərəfindən qəbul olunan, başa düşülən informasiyadır. Hansı obyektiv deyil? Obyektiv deyilsə deməli, subyektiv fikrə dayalı ola bilər. A variantına baxsaq, pişiyin 4 pəncəsi var. Bəli, hər kəs başa düşür ki, pişiyin 4 pəncəsi var. Burada bəzi istisnalar ola bilər. Deyərsiniz ki, müəllim, bəs 5 ayaqlı pişik məsələn də ola bilər də. 1000 pişikdən biri elə olsun. Olar. Amma bu artıq biz bunu %100 elə qəbul eləməmişik axı. Biz onu istisna kimi qoymuşuq kənara. Amma pişiyi 4 pəncəli təsəvvür eləmişik. Buna dayalıdır. Yəni bunu belə fikirləşməyin ki, bu halda var axı. Biz niyə buna obyektiv deyirik? Hansı qəbullanırıqsa, %100 hər kəs tərəfindən qəbullanırsa, olur obyektiv informasiya. Pişiyin 4 pəncəsi var, bəli. Bu obyektivdir. Kütlədə havanın temperaturu 22 dərəcədir. Bir də bu kimi faktiki məsələlər də obyektiv informasiyadır. Əgər 22 dərəcədir deyiriksə, deməli həqiqətən də kütlədə temperatur 22 dərəcə imiş ki, biz onu 22 dərəcə kimi qəbul etmişik. B variantı. Doğrudur. Müəllimin 45 yaşı var. Bu da obyektivdir. Niyə obyektivdir? Çünki həqiqətən müəllimin 45 yaşı olmasa, heç kim deməz ki, müəllimin 45 yaşı var. Əgər siz birinin haqqında yaş təsəvvür eləyirsinizsə, deyirsinizsə müəllimin 45 yaşı var. Deməli bu hər kəs tərəfindən belə qəbul olunur. %100 müəllimin 45 yaşı var. Ona görə belədir. C variantında kənarlaşdırdıq. Amma deyirik ki, bu gün hava çox istidir. Baxın, bu olacaq subyektiv fikir. Niyə subyektiv fikir? Çünki siz artıq başa düşəcəksiniz ki, bu sizin fikrinizdir. Və ya biri gəlib sizə deyir ki, məsələn deyək, hava bu gün çox istidir. Siz də deyirsiniz, isti deyil axı, sərindir bu gün hava. Bir başqa yoldaşınız deyir, hava soyuqdur mənim üçün. Mən qalın geyinməliyəm. Və s. Bu olacaq artıq subyektiv fikrə dayalı. Burada heç kim belə deyək, hər kəs öz pəncərəsindən baxır dünyaya. Nəticədə biri üçün hava isti ola bilər, biri üçün soyuq ola bilər, biri üçün sərin ola bilər və s. Bu kimi bu məntiqə dayalı bütün fikirlər, suallar çünki variantlar fərqli ola bilərdi. Burada havanın istiliyi yox, başqa bir cümlə də ola bilərdi ki, subyektiv fikir olsun. Yəni əsas mahiyyəti çatdırmağım istədiyim nöqtə odur ki, onu başa düşün ki, bu kimi bu məntiqə dayalı fikirlər subyektivdir və bunlar obyektiv informasiya sayılmır. Ona görə D variantı bizim doğru variantımızdır. 1024 KB 1 MB-dır. Bəli, bu da düsturdur ki, 1024 KB həqiqətən 1 MB qəbul olunub. Bu da obyektivdir. Y variantına görə kənarlaşdırdıq. 10-cu sual. Mülahizələrdən hansı yanlışdır deyir. Kitab informasiya daşıyıcısı ola bilər. Bəli, informasiya daşıyıcısı nə deməkdir? Müəyyən bir informasiya olsun içində, biz onu açıb baxdığımız halda bir şeylər öyrənək, bir informasiya əldə edək. A variantı ona görə kitabdan müxtəlif elmi olsun, bədii olsun, fərqi yoxdur. Yazılar var, mətinlər var. O mətin parçalarının içərisində bizə öyrədəcək informasiyalar var. Ona görə A variantını kənarlaşdırırıq. Kağız qrafik informasiya daşıyıcısı ola bilər. Nədir qrafik informasiya daşıyıcısı? Odur ki, müəyyən məsələn qrafiklər olsun, şəkillər olsun və s. kağızda ola bilər. Biz bir dənə diaqram seçərik orada, bir dənə Venn diaqramı seçərik, bir dənə histoqram seçərik və s. Nəticədə bu qrafik informasiya özündə birləşdirər. B variantını kənarlaşdırdıq. Kətan qrafik informasiya daşıyıcısı ola bilər. Bəli, kətan da yenə qrafik informasiya özündə daşıya bilər. Üzərinə yazdığımız halda niyə də olmasın? Disket qrafik informasiya vasitəsi ola bilər. Disketlər kiçik yaddaş qurğulardır. Keçmişdə istifadə olunur, indi çox istifadə olunmur. Ona görə D variantı da doğrudur. Filmsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilər. Xeyr əzizlərim, rabitə kanalı gözlə görsənmir. Məsələn dedik ya simsiz əlaqə. Simsiz əlaqə. O necə axı?
özündə qrafik informasiya apara bilər. Type-C adapterdir. Onu siz telefona bir də kompüterə qoşmusunuz ki, telefonda olan şəkilləri kompüterə köçürəsiniz. Necə ola bilər ki, siz orada qrafik informasiyadan söhbət gedə bilər? Olmaz. Bu rabitə kanalı qrafik informasiya daşımır. Cavab Y variantı olacaq. Sonra 11-ci sual informasiyanın qrafiki təqdim edilmə formasına aid deyil. İnformasiyanın qrafiki təqdim edilmə nədir? Şəkillərdir, müəyyən diaqramlardır, onlarla təsvirdir. Burada olacaq təbii ki, telefon danışığı qrafik təqdim edilmə forması deyil. Foto şəkildir, diaqramdır, sxemdir, yol nişanlardır. Bunların hamısı qrafik informasiyadır. 12-ci sual informasiyanın səs audio formasında ötürülmə vasitəsi təbii ki, radio nə olacaq? İnformasiya necə audio-nu ötürüləcək? Təbii ki, radio vasitəsilə audio kimi biz onu eşidə bilərik. Cavab B variantıdır. İnformasiya səs formasında saxlanması vasitəsilə aid etməyi olar. Səs vasitəsilə informasiyanı harda saxlamaq olar? Məntiqlə düşünün. Səs kimi informasiya qəzetdə saxlanmaz. Qəzetdə ancaq yazı ola bilər. Tarix dərslikdə ümumiyyətlə saxlanmaz, jurnalda saxlanmaz. Lövhədə informasiya necə axı səs kimi qoya bilərik. Nəticədə onu dinləyə biləcəyik biz? Xeyr. Amma diskdə saxlaya bilərik. Diskə bir dənə MP3 fayl yazarıq. Onu kompüterdə çalışdırdığımız halda bir dənə mahnı qoşub dinləyə bilərik və ya bir səs yazı dinləyə bilərik. Ona görə cavab olur A variantı. Növbəti sual keçid edək 14-cü suala. Papirus, diplom, kitab və kompakt disk arasında ümumi cəhət nədir? Ümumiyyətlə, papirusdur, diplomdur, kitabdır, kompakt diskdir. Bunlar müəyyən bir informasiya özündə daşıya bilərlər. Və hansı bir ümumi cəhət var? Təbii ki, informasiyanın saxlanması var. Qiymətləri fərqli olar, formaları tamamilə fərqlidir, istehsal üsulları fərqlidir, materialları fərqlidir. Amma informasiya saxlaya bilərlər. Papirusun üzərinə bir dənə yazı yazsaq, nə olar? Özündə müəyyən bir informasiya saxlayır. Və ya diplomun üzərinə yazarıq söz, nəticədə informasiyadır da. Kimsə oxusa, bu bir informasiyadır. Kitaba deyinir, kompakt diskə deyinir. Kompakt disk elə diskdir də. Adi disk. İndi baxaq 15-ci sual. Meteoroloji stansiyanın ətraf mühit parametrlərindən ötürülməsi hansı informasiya prosesidir? İnformasiyanın prosesləri var. İnformasiya ötürülməsi, saxlanması, toplanması, qəbulu. Əgər ətraf mühit parametrləri ölçülürsə, nəticədə informasiya toplanır. Məsələn, meteoroloji stansiyalar ətraf mühitin parametrləri nə edir? Ölçür. Ölçən zaman müəyyən cihazlardan istifadə edir. Orada rütubətdir, istilikdir, sərinlikdir, nə bilim nələr. Bu şəkildə parametrlər var. Daha detallı əlbəttə ki, marağınız varsa araşdıra bilərsiniz. Bu zaman nə edəcək? Həmin aparatlar, yəni cihazlar informasiyanı toplayacaq ki, qəbul etsin, göndərsin kompüterlərinə, kompüterlər data məlumatları, yəni onları verilənlər bazası ilə aparsınlar, orada artıq hesablamalar aparılsın və s. proseslər olsun. Bu zaman öncəliklə informasiya toplanmalıdır ki, o məlumatlar qəbul olunsun. Məsələn, qızdırma ölçürük. Termometr vasitəsilə qızdırma ölçülür. Bu zaman da informasiya toplanılır. Meteoroloji stansiyada yenə parametrləri ölçəndə toplayır. Cavab olur 15-də Y variantı. 16. İnformasiyanın saxlanma vasitələrinə aiddir. Hansı informasiyanı saxlaya bilər? Baxaq. Prosesor informasiya saxlamır əzizlərim. A variantı deyil. Avtomobillərin hərəkət sürətini ölçmə cihazı. Avtomobillərin hərəkət sürətini ölçən cihazla informasiya saxlanır. Təbii ki, optik disk ola bilər. Ümumiyyətlə, disklər informasiya özündə saxlayır. Bəli. Disklər informasiyanı özündə saxlayacaq. Cavab C variantıdır. Rabitə kanalıdır, xeyr, doğru deyil. Fiber optik rabitə kanalı deyil, simsiz rabitə kanalı da deyil. Cavab C variantıdır. Hansı informasiya daşıyıcılarına aid edilmir? İnformasiya daşıyıcısı DVD ola bilər. DVD-yə bir dənə fayl yazarıq, göndərərək dostumuza. Dostumuz açar onu kompüterində qoşar. Nəticədə nə olar? İnformasiyanı əldə eləyər. DVD informasiya daşıyıcısıdır. Kağıza yenə nəsə yazıb göndərə bilərik, oxuyar, informasiya daşıyıcısıdır.
Flash kartda da eyni qaydana fail yazmaq olar, maqnit lentə də yazmaq olar. Amma prosesor isə kompüterin ana beynidir. Buna informasiya daşıyıcısı demək düzgün olmaz. İndi baxaq mətni bir dildən başqa bir dilə, digər dilə tərcümə etsək nəyə aiddir? Mətn bir dildən başqa bir dilə çevrilsə, bu olacaq kodlaşdırma. Ümumiyyətlə əzizlərim, bayaq danışdıq sizinlə kodlaşdırma və dekodlaşdırma yadımdan çıxdı, indi xatırladım. Bunu da qeyd edeyim sizin üçün. Kodlaşdırma odur ki, məzmuna heç bir zərər vermir əzizlərim. Yəni siz bayaq ana sözünü biz BMB sözündən kodlaşdırdıq ha nümunədə. Videonu qabağa gətirmisinizsə, yenidən geriyə çevirib o hissəyə baxın mütləq. Ana sözünü BMB ilə kodlaşdırdıqsa, nə olur bu? Biz burada ana sözünə heç bir zərər vermirik. Sadəcə plus bir hərf qarşıya bunu sürüşdürürük, həmçə kodlaşdırırıq. Nəticədə yenə dostumuz bunu, ötürdüyümüz bir şəxs, bunu mənfi bir düsturla etsə, düstur deyəndə belə qarşılıqla getməyin. Düstur özüm adlandırıram. Məcazi mənada adlandırıram düstur olaraq. Mənfi bir dediyim halda onu məsələn A hərfin B ilə kodlaşdırmışıqsa, o B-ni A hərfi ilə dekodlaşdıracaq. Yəni mən bir hərf sağa sürüşdürmüşəmsə, o bir hərf sola sürüşdürərək gedəcək. Nəticədə yenə ana sözünü əldə edəcək. Ana sözündə heç bir problem yaranmır, məzmun dəyişmir. Yəni ana sözü olaraq qalır. Bu kodlaşdırmanın əsas xüsusiyyətidir. Yəni məzmunu dəyişmir, sadəcə onu belə deyək, optimizə eləyir. Formasını dəyişmiş olur. Məzmun dəyişməyəcək. Bir dildən başqa bir dilə tərcümə eləyəndə bu da kodlaşdırmadır. Məsələn, hello sözünü salam sözü ilə əvəz eləyəndə, tərcümə eləyəndə bu kodlaşdırmadır. Biz nəticədə hər hansısa bir salam söz, hello sözünü dəyişməyəcək. Hello-nu how are you etməyəcək. Yenə bu hello olaraq qalacaq. Sadəcə bunu başa düşdüyümüz dilə çevirdik. Bu proses olur nə? Kodlaşdırma prosesi. 19-cu sual Sezar şifrəsi. Sezar şifrəsinin o qədər də belə çətinliyiniz varsa, asan bir qismdir əslində. Sadə formada yadda saxlaya bilərsiniz. Bayaq biz ana sözün kodlaşdırdıq BMB ilə. Dedik ki, normal əlifbada A hərfindən sonra gəlir B hərfi, N hərfindən sonra gəlir M hərfi. İnşallah N-dən sonra M düzgün yazdım. Bu şəkildə də ardıcıllıq. Və deyirik ki, A-nı mən B-lə əvəzlədim, N-i M-lə əvəzlədim. Kiçik A-nı da B-lə əvəzlədim. Yəni bir hərf həmişə sağa sürüşdürdüm. Sağa sürüşdürmə nədir? A hərfi burada, B hərfi burada, N hərfi burada, M hərfi burada deyil. Nəticədə A-dan bir dənə hərf sağa B-dir, N-dən bir hərf sağa da nədir? M. Yəni bir hərf hər dəfə sağa sürüşdürərək bu sözü kodlaşdırdıq. Bu olur elə Sezar şifrələmə üsulu. Sezar şifrələmə üsulu buna dayalıdır. Biz əgər A-nı bir hərf sağa ilə sürüşdürdüksə, N-i də eyni qaydana bir hərf sağına sürüşdürməliyik. Digər A-nı da bir hərf sağına sürüşdürməliyik. Yəni birini neçə hərf növbəti hərflə kodlaşdırmışıqsa, bütün hərfləri eyni qayda ilə kodlaşdırmalıyıq. Sezar şifrənin əsas xüsusiyyəti budur. O qədər yaxşı şifrələmə üsuludur mu? Xeyr. Əslində bu qırılan bir şifrələmə üsuludur. Ona görə keçmişdə istifadə olunur. İlk şifrələmələrdən biridir Sezar şifrələməsi. Bura baxsaq, direktor sözü deyir. Direktor sözünü nə ilə kodlaşdırsaq, yəni hansı Sezar şifri ilə kodlaşdırsaq, nəticədə hansı söz alınar, hansı sözə uyğun gələr? Baxsaq ki, hər hansısa bir düstur verilmir ki, 3 hərf sağadır, 5 hərf soladır, yoxdur. Özümüz kodlaşdırırıq. Götürün direktor sözünü, baxın. Direktor sözü birinci hansı hərfdən başlayır? Mənim məsləhətim odur ki, siz həmin sözün ilk 2 hərfini, bir də son 2 hərfini götürün. Onları kodlaşdırın. Görün, üst-üstə düşürsə, hər hansısa bir nizamsızlıq yoxdursa, deməli variant odur. Baxın, məsələn, direktor sözündə ilk 2 hərf hansıdır? D hərfidir, sonra I hərfidir. Düzdürmü, əzizlərim? D hərfidir və I hərfidir. Elə baxırsınız, D hərfi A variantında nə ilə kodlaşdırılıb? A variantında D hərfi kodlaşdırılıb, hətta o birisini də yazın. İlk hərflər də bu D hərfidir, I hərfidir, ilk hərflərimiz. Sonuncu hərflər nədir? Lap sonuncu hərf tor olaraq yazıram. T, O, R. Baxın.
Üçünü də yazdım ha. Direktor sözündə D, I hərfləri, yəni ilk 2 hərf və direktor sözündə son 3 hərf. Tor olaraq T, O, R hərfləri. İndi A variantına kodlaşdıraq görün üst-üstə düşəcəkmi? Birini izah edirəm əzizlərim. Növbətlərin artıq məntiqini siz başa düşün. Bir də eyni qaydanı izah eləməyim. Onun üçün diqqətlə qulaq asın bura. Direktor sözündə ilk 2 hərf götürdük və son 3 hərfi götürdük. Bu şəkildə kodlaşdırdıq. Bu şəkildə kodlaşdırmağa başladıq. Dedik ki, D və I hərfləri. D və I hərfləri. D hərfini nə ilə kodlaşdırdıq? A variantına fikir versək, C hərfi ilə kodlaşdırmışıq. İndi baxaq əlifbaya. D ilə C arasında nə qədər fərq var? D buradadır. C isə buradadır, düzdürmü? D, C-dən neçə hərf solda yerləşir? Baxırıq. 1, 2. 2 hərf solda yerləşir. Düzdürmü? Buna laf -2 deyək. -2 nə deyirəm? Mən müsbət 2 yazanda yadınızda saxlayın da. Müsbət 2 yazanda sola gedirəm. Yəni 2 vahid soldakı hərf deyirəm. -2 deyəndə isə daha doğrusu müsbət 2 yazanda 2 vahid sağdakı deyirəm. -2 yazanda isə 2 vahid soldakı hərfi demiş oluram. Bu şəkildə yadda saxlaya bilərsiniz. Mən bunu özüm üçün belə qeyd edirəm ki, çaşdırıcı olmasın. Siz də istəsəniz xoşunuza gəlsə bu yolla davam edə bilərsiniz elə. D hərfini C hərfi ilə kodlaşdıranda, yəni 2 hərf sola sürüşdürmüş oluruq. I hərfini indi mən nə ilə kodlaşdırmışam? Baxın, X hərfi ilə. Həqiqətən I-dən sonra 2 hərf solda X-mi yerləşir? Bəli. I buradadır, X buradadır. 2 hərf solda yerləşir. Deməli, bura qədər hər şey doğrudur. Baxaq son hərflərə. R hərfi var burada, düzdürmü? Bir də. Bir saniyə. Burada yoxdur. Eyni hərf olanda eyni hərflərlə baxın. Əksər vaxtda ixtisar gedən variantlar olur orada. Amma burada direktor sözündə hamısı unikal hərflərdir. Hamısı bir dəfə istifadə olunur. Heç bir hərf belə görürəm ki, təkrarlanmayıb. Əgər təkrarlananda orada da variantı tapmağın elə sadə yolu odur ki, məsələn 2 dənə O hərfi var, məsələn sözdə. Direktor sözündə fərz eləyin ki, 2 dənə O var da, məsələn deyək. O'ları gətirin yerdə qoyun burada variantların yerinə. Bəzən O hərfinin biri deyək ki, kanondur, digəri olacaq R-lə. Nəticədə uyğunsuzluq baş verəndə deyəcəksiniz ki, bu söz zaten səhv gedib də, bu səhv kodlaşıb. Sezara uyğun deyil. Onu eləcə variantlardan silə bilirsiniz o variantı. Bunu da yadınızda saxlayın. İndi burada baxsaq, gətirin R hərfini, yəni sonuncu hərfi kodlaşdırın. İndi baxın, variantda direktor sözündə sonuncu hərflə hansı hərf üst-üstə düşər? A variantında. Təbii ki, Ö hərfi düşər. Düzdürmü? Sonuncu hərf sonuncu ilə, birinci ilə, ikinci ilə kodlaşmalıdır. Ardıcıllığa uyğun olaraq. R hərfi nə ilə kodlaşıb? Ö hərfi ilə. Baxırıq, 2 hərf sonunda yerləşirmi? Bəli. Ö ilə kodlaşıb, yenə doğrudur. İndi O-ya baxın. O hərfi 2 hərf solda, yəni M ilə kodlaşmalıdır. Bu da doğrudur. Bura qədər hələ ki problem yoxdur. T hərfinə baxın. T hərfi 2 hərf soldan mı kodlaşıb? Baxırıq. T hərfi normalda 2 hərf soldan. Baxın əzizlərim, yaxınlaşdırım, tam görün. Sonra demin ki, müəllim başa düşmədik. Nə demək istəyirsə orada. Baxın, T hərfi dedik axı 2 hərf solla kodlaşır həmişə. Gəlib nə ilə kodlaşmalıdır? 1, 2. S hərfi ilə, düzdür əzizlərim? S hərfi ilə kodlaşmalıdır. Amma variantda nə verib? Həmin o hərf R hərfi ilə kodlaşıb. Baxın, bu kodlaşıb deməli. Nə ilə idi? Bu R-lə, bu M-lə, bu da T ilə. T-nin yerində R hərfi yazılıb, amma S yazılmalıdır. Artıq bu uyğunsuzluğu gördük. Demək A variantı uyğun deyil. B-yə fikir verək, eyni üsulu B-də təkrarlayacağıq. B variantına təkrarlasaq nə olacaq? Nə olacaq B variantına təkrarladığımız halda? D hərfi nə ilə kodlaşıb? Görürük ki, Y hərfi ilə kodlaşıb. Baxın, gəlib əlifbada tez baxaq. Görək D ilə Y arasında nə qədərlik bir fərq var. Buradan fikir verək. Burada i-nin başı getməsin. D ilə nə dedik biz? Y hərfini dedik. D-dən Y-yə bir vahidlik fərq var. Deməli, müsbət 1 olaraq kodlaşıb. Yəni, bir vahid sağa. Bir vahid artırmış idi hərfi. Sağa sürüşdürmüş. Bir hərf sağa sürüşdürmüş. Bu kodlaşıb Y ilə. Deməli, digər hərflər də eyni qayda ilə kodlaşmalıdır. Eyni qayda ilə, bütün direktor sözündə bütün hərflər eyni qayda ilə kodlaşmalıdır. Yəni, bir hərf sağdakı hərflə kodlaşmalıdır. Baxsaq,
D hərfi yenə kodlaşıbsa, I hərfi də kodlaşmalıdır J hərfi ilə. Düzdürmü? Bir hərf sağdadır da. Düzdür. Baxırıq son hərflərə. R hərfi kodlaşmalıdır. Yəni sonuncu hərf R hərfi. Bir hərf sağla, yəni S ilə kodlaşmalıdır. Bu da doğrusudur. O hərfi kodlaşmalıdır bir hərf solla, yəni Ö hərfi ilə. Baxın. Baxın əzizlərim, yenə yaxınlaşdırım. O hərfi kodlaşmalıdır nə ilə? Ö ilə. Amma nə ilə kodlaşıb? P ilə kodlaşıb. Gördük? Kodlaşmalıdır Ö ilə, kodlaşıb P ilə. Deməli, B variantında deyil. Və elə B variantda buradan silmiş oluruq bu sayədə. Keçirik növbəti varianta. Hansı variantdır bu? C variantı. D hərfini Ə ilə kodlaşıb. D ilə Əyə qədər 2 vahiddir. 2 vahiddir. Birbaşa olaraq yazıram bunu. D-dən Əyə qədər deməli 2 vahid sağa sürüşdürülüb. Bunu başa düşdük. İ-dir. İ də 2 vahid sağa sürüşdürülməlidir. Yəni K ilə kodlaşmalıdır. Düzdür bu da. Əlifbaya baxın. Yazdıqca əlifbadan da izləyin. Həmin buradakı əlifbadan söhbət gedir. Buradan izləyin. Üzərin bəs çəkdim. Buranı biraz silim. Tam aydın görürsün. R hərfi də yenə 2 vahid sağla sürüşməlidir. Yəni R hərfi Ş ilə kodlaşmalıdır. Baxın. Ş ilə. Bu da doğrudur hələ ki. O hərfi 2 vahid sağla sürüşəcək. P hərfi ilə. Bu da doğrudur. Sonra T hərfi 2 vahid sağla sürüşməlidir. Yəni Ü ilə kodlaşmalıdır. Baxın. Bura qədər hələ ki hər şey doğrudur. C variantda doğru ola bilər. Doğru ola bilər deyə. İndi direktor sözündə hansı hərflər qaldı? D ilə I ilə işimiz bitdi. Baxaq hansı hərflərini götürək. Bura qədər doğrudursa, bütün hərflərin doğruluğunu yoxlamaq lazımdır. V2 də yazarıq bura. Nəticədə direktor sözü tam tamamlansın da direktor olsun. İndi digər hərfləri də yoxlayacağım. 2 vahid sağla sürüşübmü? R hərfi yenə 2 vahid sağla sürüşməli. Yəni Ş ilə kodlaşmalıdır. Baxın. R hərfi Ş ilə kodlaşmalıdır. Ş ilə. Amma burada nə dayanıb? S hərfi. Deməli, doğru kodlaşdırmayıb. Buradan da bunu beləliklə deyirik. Əgər bura qədər üst-üstə düşürsə, təbii ki, artırmalar edin, vaxt itirmədən. Hərfləri artırın. Sadəcə 2 hərf, başdakı 2 hərf sondakı kifayət eləməsə, artırın hərfləri, yoxlayın sonra. İndi baxaq, D variantı ya da Y variantıdır. D-yə baxsaq, D hərfi G ilə kodlaşıb. Bu biraz uzundur. D variantını saxlayaq. Görürük 5 hərf sağdan sürüşüb. Hər dəfə 5 hərf tapmaq deyilən, gəlin Y-yə baxaq. Görək bəlkə bu qısadır. Bu da heç çox qısa deyil. Y-yə baxaq, sonra keçərik D-yə. Neysə. Daqiqlikdə. D hərfin kodlaşdırıb nə ilə? A hərfi ilə. Baxaq görək nə qədər hərf solla kodlaşıb. Baxın. 1, 2, 3, 4. 4 hərf solla kodlaşdırılır. Düzdürmü? 4 hərf solla kodlaşdırılır. Ancaq bura bir dənə mənfi 4 yazıram. Yəni mənfi 4 üstündən. D-dən A-ya 4 hərf solla kodlaşıb. İ hərfi də yenə 4 hərf solla kodlaşmalıdır. Baxın İ hərfi. 1, 2, 3, 4. Yəni G ilə kodlaşıb. Düzdür bu da. Burada problem yoxdur. R hərfi də 4 hərf solla kodlaşmalıdır. 1, 2, 3, 4. Yəni N ilə. Bu da düzdür. Sonra baxaq son hərflərə. R hərfi 4 hərf solla kodlaşmalıdır. 1, 2, 3, 4. N hərfi ilə. Amma nə ilə kodlaşıb? Baxın, N ilə kodlaşmalıdır. Kodlaşıb M ilə. Deməli, burada da uyğunsuzluq baş verir. Ona görə A, Y variantı da silinir. Elə cavab D variantıymış. Cavab D variantıymış. Artıq D-yə baxmağa ehtiyac yoxdur. Bura qədər düzgün gəlmişsinizcə D variantı zaten bütün hərfləri eyni kodlaşdırılır. Sezarın əsas prinsipi budur. Yəni buna diqqətlə fikir versəz elə də probleminiz olmayacaq. Ona görə 20-ci sual, 21, 22, başqa nə var burada? 22-də məsələn deyir 4 mövqe məsafədə yerləşir. 4 mövqe məsafədə bu daha asandır. Python sözündə hər bir hərfi gətirin 4 mövqe məsafə ilə yerləşdirin. P hərfi özündən 4 hərf növbəti hərflə kodlaşacaq. Yəni özündən növbəti hərf P hərfindən sonra Q, R, S, T. Deməli T hərfi ilə başlamalıdır. Söhbətin hamısı yoxlayın. Hər hansısa biri 4 hərf növbəti hərflə kodlaşmayıbsa, deməli o variant deyil. 23-dür, 24-dür. Bunların hamısı eyni misallardır, eyni suallardır deyə onlara baxmırıq artıq. Sezar belə. Sualınız olsa mütləq yazın kommentariyə. 25. Təqdimatın buludda saxlanması
bərabərsizlər sistemi gün ərzində xəstənin hərarətinin ölçülməsi. İnformasiya proseslərinə uyğun olaraq yazmaq lazımdır. 25-ci sualda. Təqdimatın buludda saxlanması. Ümumiyyətlə saxlama prosesi isə bu informasiyanın saxlanması olacaq. Yəni 1-ə gediləcək B variantı. Başqa yoxdur təbii ki. Bir dəfə yerinə yetirəcək. Hər bir proses bir dəfə olur. Bərabərsizlər sisteminin həlli. Bərabərsizlər sisteminin həlli emal prosesi olur. Çünki bir informasiya emal olunur ki, bir nəticəyə gəlib çatırıq da. Məsələn, beynimizdə bir şey emal edirik ki, bunun həlli necə olacaq? Bu emal prosesi. Riyazi problemlərin də belə həlli, misalların həlli də emaldır. Yəni 2-yə gedir C variantı. Gün ərzində xəstənin temperaturunun ölçülməsi. Yenə meteoroloji stansiyalarda məlumatların toplanması misalı var idi. Bunu kimidir? Xəstənin temperaturunu ölçürüksə, informasiyanı qəbul edirik, yəni toplayırıq. 1-ə B, 2-yə C, 3-ə A gedir. 26. Uyğunluğu müəyyən etmə sualıdır yenə. Baxıq sürətlə. Qrafik informasiya. Hansı qrafik informasiya ola bilər? Ola bilər burada yol hərəkəti nişanı ola bilər. Elə birinci gözümə bu rastlandı. Başqa varmı? Riyazi ifadənin qiyməti yox. Robotun yığılma modeli. Bəli, bir də bu var. Yığılma modeli bilirsiniz də, yəqin puzzle-la işləmisiniz bəlkə də və ya görmüsünüz də puzzle-larda. Gəlir, şəkil var, o şəkilə uyğun puzzle-ı yığırıq. Və ya robotdur. Müəyyən hissələri gəlir, biz onu birləşdiririk. Bu da qrafikdir. Mətn informasiya. Hansı mətn informasiya ola bilər? Baxaq. Piroqun hazırlanma resepti ola bilər. A variantı. Çünki resept yazılı formada olur mətn kimi. Başqa varmı burada? Başqa yoxdur. Ədədi informasiya, futbol oyununun hesabı. Çünki futbol oyununun hesabı ədədlə olacaq da. Məsələn 5-0. Məsələn, hesab belədirsə nə olur? Ədədlərlə olacaq. Sonra başqa nə qaldı? Riyazi ifadənin qiyməti. Riyazi ifadənin qiyməti də mütləq ədədlə olacaq. 1-ə gedir C, Y, 2-yə A, 3-ə də B və D variantı. İndi baxaq növbəti 27-ci suala. Obyektiv informasiya, tamlıq informasiya və etibarlılıq xəstələri. Hansı uyğundur? Obyektivlik demək, baxaq, obyektiv gerçəkliyə uyğun olar. Yəni informasiya obyektiv olmalıdır. 1-ə gedəcək Y variantı. Sonra növbəti. Tamlıq informasiya hansı ola bilər? Tam informasiya burada variantlarla çıxış edirəm birbaşa. Tam informasiya nədir əzizlərim? Məsələn, siz gedirsiniz kitabxanadan bir dənə kitab axtarırsınız. Əgər bütün məlumatları bilsəz, bu artıq tam informasiya olacaq. Yazıçının adını, kitabın adını, kitabın hətta səhifələrinin sayını biləndə orada köməkçiyə yaxınlaşıb rahat forma deyəcəksiniz ki, məsələn, bu kitabı axtarıram, yazıçının adı budur, kitabın rəngi budur, məsələn, 2-ci cilddir, səhifələrinin sayı bu qədərdir və s. Nə qədər çox məlumatınız olsa, bu qədər tam bir informasiya əldə edəcəksiniz. Nəticədə də köməkçi sizə rahatlıqla kitabı təqdim edə biləcək. Buna deyirik tamlıq. Baxın, tamlıq deyəndə bu nəzərdə tutulur. Elə də uzun-uzadı bir məsələ deyil. Anlaşılmamazlıq olmasın bunun haqqında sizdə. Tam informasiya olacaq. Demək, baxsaq variantlara alınan və aydın başa düşülən formada olması deməkdir. İnformasiya miqdarı yoxsa, bəli, D variantı olacaq. Niyə? Deyir ki, obyekt və ya hadisə haqqında toplanmış informasiya miqdarı ilə müəyyən edilir. Başa düşün də, obyekt nə qədər informasiya toplasaq, o qədər də informasiya tam olur. Bu deməkdir. Cavab olur D variantı. Etibarlılıq isə bir informasiya etibarlı. Məsələn, imtahan haqqında bir dənə qərar çıxdı. Bir dənə Instagramda məsələn istifadə edirsinizsə Instagram və ya müəyyən bir sosial media, müəyyən xəbər kanalı, fərqi yoxdur. Olur ha, informasiya, dezinformasiya olur. Yəqin ki, eşitmisiniz onları. İmtahan haqqında bir dənə qərar görürsünüz. Fikirləşirsiniz, bu qərar həqiqətəndirmi? DİM belə bir qərar veribmi Dövlət İmtahan Mərkəzi? Daxil olursunuz DİM-in öz saytına və orada araşdırırsınız. Nəticədə olmasa, indi orada məlumat olmasa, daha ürəyinizdə belə deyək də, olur dildə xalq alıbsa, Təhsil Nazirliyinin özünə müraciət edirsiniz, telefon zəng edirsiniz. Nəticədə aydınlaşdırırsınız məsələni, həqiqətən belə bir durum olub, yoxsa yox. Bunu cavab tapmış olursunuz. Bu olur, əgər sizin orada gördüyünüz xəbərlə
Dimin dediyi söz eyni üst-üstə düşürsə, bu olur artıq etibarlı informasiya. Siz buna etibarlı deyirsiniz. Əks halda üst-üstə düşmürsə, bu dezinformasiya olur. Yəni etibarlı xassəsi ödənmiş olmayacaq nəticədə. Yəni burada da baxsaq, müxtəlif mənbələrdə alınan informasiya üst-üstə düşməlidir. Deməli, variantlarımız 1-ə Y, 2-yə D, 3-ə də C variantı gedir. Cari zaman ərzində olmaq aktuallıqdır. Zaten burada yoxdur. Bu şəkildə 27-ci sualda tamamladım. 28. Bayaq danışmışdıq. Virusların növləri vardı. Detektor, müfəttiş, vaksinlər demişdik ki var. İndi baxaq görək burada hansı variant uyğun gələ bilər. Uyğunluq sualı. Detektorlar. Detektorlar deməli nə olacaq? Hər hansısa məlum virusa yoluxmuş faylları aşkar eləyir detektorlar. Bir də olacaq C variantı. Müfəttişlər. Müfəttiş sistemləri ilkin məlumatlarla durumlar haqqında yadda saxlayır və bura biraz aşağı düşək. Cari vəziyyətlə indiki vəziyyəti müqayisə edir. Olacaq Y variantı. Y variantı. Vaksinlər nə olacaq? Vaksinlər isə virusları yoluxmuş kimi göstərir. Məsələn, vaksin, koronavirusun vaksini vuruldu. Necə oldu? Yoluxmuş kimi göstərir ki, virusu, nəticədə bu immunitet yaranır da. Kompüterlər sistemində də belədir yəni. Buradan yadda saxlaya bilərsiniz. 1-də olacaq C variantı, 2-də Y, 3-də isə A variantı. 28-ci sualda. Keçirik sonuncu sualımıza. Yoruldum biraz. Davam eləyək. Uyğunluğu müəyyən etmə deyən obyektivlik, tamlıq, aktuallıq. Obyektivlik xassəsi, yəni hər kəs tərəfindən başa düşülən demədə əzizlərim, yəni bir şəxsin fikrindən asılı olmamasıdır. Cavab olur 1-də B variantı. 2-yə baxsaq, tamlıq xassəsi hansı tam ola bilər? Obyektin vəziyyəti haqqında düzgün qərar qəbul etmək üçün kifayət olması. Yəni bir vəziyyət haqqında, yəni bir kitab alırsınızsa, onun haqqında düzgün qərar qəbul etmək. Yəni siz gedirsiniz köməkçiyə deyirsiniz. Gedib yarımçıq danışsaq köməkçiyə bir dənə kitab var idi. Üstü qırmızı idi. Bir dənə şair vardı, Yusuf şair onundur. Təbii ki, burada bir vaxt itkisi olacaq. Köməkçi sizə suallar verəcək ki, hansı şair idi, nə yazırdı, adını biraz xatırlamağa çalış və s. Bu artıq tam olmayacaq bu informasiya. Amma siz %100 gəlib desəniz ki, məsələn deyək də, bu şair var, bunun bu kitabı var, bu cilddir. Həmin kitabı axtarıram. Artıq bu tam bir informasiya verirsiniz. Kitabxana sizi təbii ki, gedib kitabı sizə təqdim edəcək. Ona görə 2-yə gedəcək. Hansı variant obyektin haqqında düzgün qərar qəbul etməyə kifayət etsin? A variantı. 2-də A. 3. Aktuallıq isə cari vəziyyət haqqında qərar verməkdir. Yəni cari vəziyyət deyəndə nə olur? 3-də D variantı öncələ yazarıq. Cari vəziyyət məsələn hazırda xəbərlərdə nə göstərilir? Hazırda müharibə şəraitində bildiyimiz kimi. Siz bu videonu ola bilsin gələn il falan izləyirsiniz ki, inşallah ki, müharibə falan olmaz və hazırdakı trenddə xəbər nədir? Müharibədir və bu olur cari zamanda olan informasiya. Məsələn, dünən olan bir dənə xəbər artıq bugün aktuallığını itirir. Aktual informasiya olmayacaq o. Dünən olan keçmişdə qalır. Əgər bu dəqiqə baş verirsə, bu aktualdır. Artıq sabah biri gün bu aktuallığını itirir. Bu da bu şəkildədir, aktual informasiya. Bitirdik test toplusu, informasiya təhlükəsizliyi, informasiya prosesləri mövzusunu əzizlərim. Ümid edirəm ki, bu sualları tam aydın şəkildə sizlərə izah edə bildim. Fikrimi çatdırdım 29-cu suala. Əgər biraz tam başa sala bilmədimsə üzrlüsəm, çünki biraz yorğunam dərsdən sonra çəkirəm bu videonu da. Ona görə üzrlü sayın. İnşallah nə kimi bir sualınız varsa yazın. Kommentariya bölməsində əlimdən gəldiyi qədər bütün yorumlara cavab yazıram. Abiturientlərə köməklik göstərirəm. Eləcə də mənim həm TikTok, həm Instagram, həm də YouTube kanallarım var. Əgər bunu hansı platformada izləyirsinizsə, digər səhifələrimə də keçid edib baxa bilərsiniz. Lazım gəlsə dəstək versəniz çox sevinərəm. Abunə olsaq, follow etsəz, komment yazsaq, bəyənsək, paylaşsaq. Təbii ki, çox gözəl olar. Yenə qeyd eləyim, biraz da 30 saniyənizi alacağım burada. Mənim yay dərslərim var, hazırda davam edir. Yay dərsləri deyəndə deməyək ki, tək yay davam edir. Xeyr, il sonuna qədər davam edəcək.
Dərslər başlayacaq avqust ayından. Gələn ilin dərslərini deyirəm. Avqust ayından başlayacaq, iyun ayına qədər. 2026-cı ilin iyun ayına qədər davam edəcək. Hazırda davam eləyir. Öz abituriyentlərim də var, öz şagirdlərim də var hazırda hazırlaşdırdığım. Dərslərim onlayn qaydada keçirilir Google Meet platformasında. Kimlər maraqlanırsa qoşula bilərlər, yaza bilərlər WhatsApp nömrəmə 055 821 09 74 və qeyd eləyim ki, bu ay əgər iyun ayında, indi bu video iyunda da təbii ki paylaşılacaq. İyun ayında qoşulanlar üçün ayın axırına qədər dərslər davam edəcək. Bu iyun ayına qədər. Ondan sonra sizə iyulda tətil verəcəm. Gedib istirahət edəcəksiniz. Və avqustun inşallah ilk başlarından birində, bir ikisində artıq qrupla qərarlaşdırarıq. Həmin vaxtda başlayacaq dərslərə, yeni ilin dərslərinə. Və iyunda heç bir ödəniş olmayacaq. Yəni bu 1 həftə, 2 həftə içərisində qoşulanlar üçün heç bir ödəniş alınmayacaq. Gəlin, özünüzü sınayın, dərslərin keyfiyyətinə əmin olun. Biraz da belə deyək, mühitlə vərdiş edin. Belə deyim sizə, gəlib edə bilərsiniz. Və avqustda da ödəniş sadəcə avqustda alınacaq və endirimlə alınacaq. Normalda 11-ci siniflərimə mən 35 manat ödəniş aldığım halda, ödəniş etdiyi halda onlar mənə, ancaq siz 25 AZN edə biləcəksiniz. Yəni yay dərslərimdə iyun, iyul, avqust aylarında müraciət edənlər sadəcə 25 AZN ödəyəcəklər. Əgər 11-ci sinifdirlərsə. 10-cu sinifdirlərsə və daha aşağıdırlarsa 20 AZN olacaq. 8, 9, 10, 11-ci siniflər müraciət edə bilərlər. Oldu. Gələn dərsimiz görüşənə qədər özünüzə yaxşı baxın. Allah'a emanet.